Din deyir, qeybət qadağandır. Qeybət nə deməkdir? Çox eşidirsiniz, deyir ki, olanı danışıram, mən qeybət eləmirəm. Deyir ki, bir adamın olan eybini danışmaq öz olmayanda qeybətdir. Bunda bu eyb var, deyir, dilvə gətirib danışma. Niyə görə? Günahkar gərək qorxmasın ki, arxasınca pisliklərini danışacaqlar. Müsəlman cəmiyyətində bir günahkar qorxmamalıdır ki, mən gedəndən sonra oturub mənim eybimi danışacaqlar. Deməlidir ki, bunlar müsəlmandırlar, danışmazlar. Amma indi müsəlmandan çox danışan yoxdur. Müsəlmanı fərqləndirən cəhətlərdən biri qeybət olur. Halbuki, belə olmalıdır ki, müsəlman cəmiyyətində adam özünü əmin-amanlıqda hiss eləməlidir. Günah eləyibsə, çıxanda bir yerdən bilməlidir ki, burada mənim dalımca söz danışılmayacaq. Yoxsa gözləyirik ki, adam getsin, göz vururuq, başlayırıq danışmağa.